Şəhidlik istəyən gənclər nə qədər çox olsa xalqın içində sülhün təminatçısı da budur. Çünki bir düşmən hiss eləsə ki, bir xalq şəhadət teşnəsidir, düşmən bunu hiss eləsə artıq cürət tapmır hücum eləsin. Gedəcəyim gün statusa qeyd elədim ki, dostlar, mən getdim sağ-salamat, dərhal hacı yığdı. Və soruşdu ki, könüllü yazılmışdınmı? Dedim, bəli hacı. Dedi, narahat olma. Böyük bir aramlıq çökür, adam rahat deyir, hacının səsi ilə, danışığı ilə, təsəllisi ilə. Bir də mən 10 gün sonra Füzulidən hacı ilə ilk fürsətdə hacı ilə danışdım və orada da əsgər yoldaşlarım falan hamı yığışmışdı başımıza ki, hacının səsini eşidək, hacıdan bir dua istədilər ki, hacı dua eləsin bizi. Hacı Şahin Həsənliyə salamlar. Salamlar olsun, salamlar. Ölüm çox yaxınımızdadır, o qədər çətin bir döyüşə girəcəyik. Və mən də evlə falan danışdım, elədim. İnsanın bir dünyaya bağlılığı hələ də qalır. Hacıya bir məktub yazdım ki, bu dünyadan rahatlamaq üçün. Son məktub, vəsiyyət məktubu yazdım bəlkə də. Ölümə getdiyimi düşünürdüm və məktubda təqribi belə bir şey qeyd etmişdim ki, cənnətdə ayaqqabılarınızı cütləmək üçün gözləyəcəm. Qələbə günü, 10 noyabr günü ilk fürsətdə telefonu aldım, biraz geriyə çəkildim hacı ilə danışmaq üçün. Dəfələrlə yığdım, axırı hacı ilə düşdüm, ünsiyyət alındı və hacı ilə bayramlaşdıq, həqiqətən təbrikləşdik ki, çox şükür Allah bu günü də nəsib elədi. Azərbaycan əskəri torpağın hər qarşı uğrunda əzmlə mübarizə apardı. Son damla qanına qədər mübarizə apardı. Bu yolda bəziləri şəhid oldu, şəhadət zirvəsinə ucaldı, bəziləri qazi oldu və ona görə də Azərbaycan ordusunu təbrik edirəm. Bu həssas günlərdə Azərbaycan xalqı dövlət başçısı, Ali Baş Komandanın ətrafında birləşdi və bu birlik, xalq və dövlət vəhdəti birliyi bu qələbəni qazandıran əsas amillərdən biri oldu. Müharibə bitəndən sonra mən dekabrın 26-sı ilk evə qaydanda da birinci hacı ilə görüşdüm. O görüş mənim həyatımda silinməz andı və neçə gün idi artıq keçmişdi ki, biz ayrı düşmüşdük hacı ilə, ailəmizlə. Hacı ilə o doğmalıq, o istilik çox şeyin əvəzini verdi, bir sakitlik verdi. Döyüş yoldaşlarım falan da hamı psixoloqa müraciət edirdi, hər hansı bir həkimə, doktora müraciət edirdi. Mən həmişə deyirdim ki, mənim həyatımda hacı var. Müharibədən sonra da hacının missiyası bitmədi.